Salam əziz izləyicilər, hər vaxtınız xeyirli olsun. Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə davamlı elmi sosial inkişaf ictimai birliyinin həyata keçirdiyi sosial-iqtisadi dirçəlişdə qadın izi layihəsi çərçivəsində sizləri xoş gördük. Layihəmizin əsas məqsədi Qarabağ və Şərqi Zəngəzurda yaşayan, yaxud ora köç etmək istəyən qadınların sahibkarlıq bacarıqlarını inkişaf etdirməklə regionda məşğulluğa və iqtisadi artıma töhfə verməkdir. Eyni zamanda Ağdam, Zəngilan və Şamaxıda qadın sahibkarlığının inkişafına dəstək verməkdir. Bir regionun dirçəlişi yalnız yolların, küçələrin, binaların, müəssisələrin yenidən qurulması ilə ölçülmür. Əsl dirçəliş o zaman başlayır ki, insanlar orada öz gələcəklərini qurmağa başlayırlar. Bildiyiniz kimi Qarabağ və Şərqi Zəngəzurda böyük qayıdış prosesi davam edir. Bu qayıdışın uğrunda qadınların da rolu xüsusilə əhəmiyyətlidir. Çünki qadın təkcə bir ailənin deyil, həm də iqtisadi həyatın, yeni bizneslərin, iş yerlərinin, ümumiyyətlə iqtisadi dəyişimin hərəkət verici bir mexanizminə çevrilə bilər. Təbii ki, mövzu ətrafında qadınları maraqlandıran bir sıra suallar var ki, suallarımıza cavab verəcək və maraqlı fikirlərini bizimlə bölüşəcək qonaqlarımızı sizlərə təqdim edirəm. Davamlı Elmi Sosial İnkişaf İctimai Birliyinin sədri Reyhanə Hacıyevadır. Xoş gəlmisiniz Reyhanə xanım. Eyni zamanda hörmətli millət vəkili Azər Allahveranovdur. Azər mənim xoş gördük hər birinizi. Reyhanə xanım, ilk öncə mən sizdən başlamaq istəyirəm. Sosial-iqtisadi dirçəlişdə qadın izi. Əslində bu ifadə nə deməkdir? Ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzurun dirçəlişində qadınların iqtisadi baxımdan rolu nə dərəcədə böyük ola bilər? İlk öncə mən də qonaqlarımızı, həm də tamaşaçıları salamlayıram. Çox təşəkkür edirəm Könül xanım, maraqlı sual üçün. Ümumiyyətlə, tarixən Azərbaycan qadını həmişə lider olub. Tək Azərbaycan qadının rolu evdə uşaq böyütməklə kifayətlənməyib, həm də ölkəmizin ictimai-siyasi həyatında da böyük rollar üzərinə götürülüb. Hətta yaxın bu fakt bütün dünyaya məlumdur ki, yaxın şərqdə ilk seçki hüququ Azərbaycan qadınına verilib. Ona görə də daim Azərbaycan qadınından bütün ölkədə baş verən ictimai-siyasi proseslərdə bir həm iştirakçı olmaqla bərabər, həm də böyük bir dəyər yaradan qüvvə kimi bir gözlənti olub. Qarabağ və Şərqi Zəngəzura köç prosesində də qadınların sahibkarlıq bacarıqları ilə bağlı belə bir layihəni başlamaq təklif olundu və qeyri-hökumət təşkilatlarına Dövlət Agentliyi bu layihəni təsdiqlədi. Layihə çərçivəsində bizim əsas məqsədimiz Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıqla məşğul olmaq istəyən qadınlara təlimlər vasitəsilə dəstək göstərməkdir. Və düşünürük ki, suala tam keçid eləyim. Deməli, sosial-iqtisadi dirçəlişdə qadının rolu, dediyim kimi, qadın sahibkarlıq fəaliyyəti ilə həmin regionların dirçəlişinə dəstək verməkdir. Və düşünürük ki, hal-hazırda bizdə olan məlumata görə həmin regionlarda sahibkarlıqla məşğul olan və sahibkarlıq prosesinə başlamaq niyyəti olan kifayət qədər xanımlar var və köç prosesində də bu məqsəd xüsusi rol oynayır. Yəni, iş yerlərinin yaradılması baxımından, ailələrin rifahı baxımından, əgər bir qadın da regionda sosial-iqtisadi proseslərə dəstək verə bilirsə, bu həm də ailələrin rifahı üçün, belə deyim, bir növ bir dəstək deməkdir. Azər müəllim, Qarabağa qayıtmaq istəyən qadınlar öz biznesini necə qurmalıdır? Ümumiyyətlə, qadınların öz bizneslərini qurmaq üçün qarşılarında hansı imkanlar və hansı maneələr var? Könül xanım, mən də siz də və Reyhanə xanımı da salamlayıram və hesab edirəm ki, həqiqətən çox bir maraqlı bir mövzu ətrafında biz fikir mübadiləsi aparırıq. Əslində, burada şübhəsiz ki, siz də qeyd elədiniz, Reyhanə xanım da qeyd elədi, qadınların böyük qayıdış proqramında fəal iştirakı bu mütləqdir. Yəni, və əhalimizin bu segmenti olmadan ümumiyyətlə böyük qayıdışı lap belə yüksək səviyyədə, effektiv şəkildə təmin etmək çox çətindir. Çünki burada önəmli olan məsələ cəmiyyətin bütün
təbəqələrini əhatə eləməkdir. Yəni qayıdışın özü bir kifayət qədər sistemli bir işdir. Bəli. Və burada kompleks yanaşmanın nəzərə alınması mütləqdir. Və ona görə də hər bir əhali segmentinin özünə məxsus ehtiyacları var. Və o qayıdış, o dediyimiz böyük bir geriyə köç prosesi zamanı o ehtiyaclar mütləq nəzərə alınmalıdır və o ehtiyaclar arasında şübhəsiz məşğulluq məsələləri olduqca önəmlidir. Çünki biz işğaldan azad olunmuş ərazilərə insanların geriyə dönüşünü təmin ediriksə, yaddan çıxartmayaq ki, həmin ərazilər ölkəmizin 1/5 hissəsi idi. Bəli. Və zamanında böyük bir iqtisadiyyatın tərkib bir hissəsi olmaqla yanaşı, həm də müxtəlif, istər aqrar sahədə, istər sənaye sahəsində böyük töhfə verən bir bölgə idi. Və indi o bölgə bu 30 ildən artıq bir müddət ərzində işğala məruz qaldığı dönəmdə həmin bölgənin öz potensialı bütövlükdə dağıdılmışdı. Çünki mövcud infrastruktur yox idi. Eyni zamanda həmin ərazilərdə o qeyd elədiyimiz urbasit, yəni şəhərlərin, qəsəbələrin, yaşayış məskənlərinin ümumiyyətlə dağıdılması baş vermişdi. Həmin ərazidə burada ekosit baş vermişdi. Yəni ətraf mühitin dağıdılması, məhv edilməsi istiqamətində çox böyük faciələrlə bölgə üz-üzə qalmışdı. Və ən böyük təhlükələrdən də biri mina terroru məsələsidir ki, yəni o qayıdışı çox əngəlləyən məsələdir. İndi siz sual verərkən ki, necə etmək lazımdır ki, o qayıdış prosesində xanımlar da sonraki mərhələdə sahibkarlıqla məşğul olsunlar, bu mexaniki proses deyil. Yəni burada nəzəri cəhətdən bəlkə də biz onu nəsə dilə gətirəndə çox rahat danışa bilərik. Amma biz gəlin onu proyeksiya eləyək praktiki bir müstəviyə. Görəcəyik ki, praktiki müstəviyə bunu proyeksiya edən zaman çox sayılı və orada determinantlar deyirlər, o təyin edici elementlər çıxır ortalığa. Bu, həm dövlət tərəfindən zəruri dəstəyin göstərilməsi, məsələn, dövlət hansı mexanizmlərlə müxtəlif dövlət proqramları çərçivəsində, xüsusilə də sahibkarlığın inkişaf etdirilməsi istiqamətində, xüsusi olaraq qadın sahibkarlığının təşviq olunması baxımından, yəni bu segmentə müəyyən güzəştlərin tətbiq edilməsi, subsidiyaların verilməsi, vergi güzəştlərin tətbiq olunması ilə yanaşı, eyni zamanda orada müvafiq bir əlverişli bir infrastrukturun yaradılması da bir növ həyata keçirilməlidir. Çünki biz əgər sahibkarlığın inkişaf etdirilməsindən danışırıq, təbii ki, sahibkarlıq geniş bir məfhumdur. Ayrı-ayrı sahələrdə biz qadınların sahibkarlıq fəaliyyətini görə bilərik. Misal üçün, çox indi Azərbaycanda bir neçə nümunələr var, modellər var. Misal üçün, tikiş sektorunda, misal üçün, qadın sahibkarların sayı çoxdur. Sonra müxtəlif xidmət sahələrində də yenə də biz görürük ki, qadın sahibkarların sayı kifayət qədər çoxdur. Eyni zamanda burada özəl müəssisələrdə, ayrı-ayrı istiqamətlər üzrə özəl müəssisələr var ki, orada da biz qadın sahibkarlığının çox belə qabarıq şəkildə gözə çarpdığını görürük. Və nəticə etibarilə, əgər biz bu köçü reallaşdıran zaman qadın sahibkarlıq elementini qabartmaq istəyiriksə, bunun üçün əlverişli bir mühit yaradılmalı və sadaladığım istiqamətlər üzrə dövlət tərəfindən həyata keçirilən işlər nəticə etibarilə o əlverişli mühitin yaradılmasına gətirib çıxarda bilər. O əlverişli mühit üçün sizcə qrant mexanizmi? Yox, qrant mexanizmindən söhbət yoxsa güzəştli kreditlər? Yox, qrant mexanizmindən söhbət getmir. Orada ümumiyyətlə bir neçə deməli istiqamətdə fəaliyyət təşkil oluna bilər və söhbət əgər maddi dəstəkdən gedirsə, maddi dəstək üçün burada bir neçə deməli elementlər var, yəni beynəlxalq aləmdə qəbul olunmuş elementlər var. Misal üçün, birgə biznesin qurulması, startup layihələrinin işə salınması və digər crowdfunding deyilən bir mexanizm var. İndi biz bu crowdfunding ilə bağlı Milli Məclisdə də ayrıca qanun qəbul elədik və təsdiq olundu da. Yəni bu artıq bu yeni imkanlar yaradır ki, sahibkarlıq fəaliyyətinə məşğul olmaq istəyən xanımlar bir neçə mənbəyindən maliyyə cəlb eləməklə, yəni nəzərdə tutduğu ideyanı reallaşdırmış olsun. Yəni burada mexanizmlər müxtəlif cür ola bilər. O ki qaldı konkret olaraq ümumiyyətlə qadın sahibkarlığının, yəni o məcburi köçkün segmentində təşviq olunması məsələsinə. Mən düşünürəm ki, burada təbii ki, əldə olan müəyyən resurslar var, yəni keçmiş bacarıqlar və bu gün də işləyə olan bəzi nümunələr var.
o nümunələr mütləq nəzərdən keçirməlidir. Misal üçün, mənim Bakı ətrafı qəsəbələrdə yaşayan əhali arasında mən bir neçə deməli sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərinin fəaliyyətindən tanışam və onların arasında misal üçün xalçaçılıq var, yəni müxtəlif əl işlərinin hazırlanması ilə məşğul olan konkret sexlər var və Bakı ətrafı qəsəbələrdə onların sayı kifayət qədər çoxdur və böyük əksəriyyətində də xanımlar çalışır və xanım sahibkarlar da var onların arasında. İndi biz əgər söhbət məcburi köçkünlərin qayıdışı zamanı qadın sahibkarlığının təşviq olunmasından danışırsa, onda biz ilk əvvəl onu dəyərləndirməliyik. Görək bu sahədə potensialımız nədən ibarətdir? Yəni bu nə deməkdir? Bu deməkdir ki, şərti olaraq deyirəm. İndi şərti yox, elə dəqiqliklə deyim sizə, 2026-cı ilin dekabr ayına qədər, yəni birinci qayıdış, yəni böyük qayıdışın birinci mərhələsi üzrə deməli, işğaldan azad olmuş ərazilərə qaytarılan əhalinin sayı təqribən 140-160 min civarında olmalıdır. İndi 100 mini keçibdir. Və ilin axırına qədər yəqin ki, bu rəqəm də əlçatan olacaqdır. Və bu nə deməkdir? Bu deməkdir ki, Qaçqın Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və digər aidiyyatı strukturlar, onlar bu istiqamətdə müəyyən qiymətləndirmə aparırlar. Həmin o böyük qayıdış proqramının birinci mərhələsi üzrə, yəni əhalini ayrı-ayrı deməli işğaldan azad olmuş ərazilərdə bərpa quruculuq işləri mərhələli şəkildə yerinə yetirdikcə həmin ərazilərə qayıdışını təmin edirlər. Amma bir şərtlə ki, həmin ərazidə müvafiq infrastruktur da qurulsun. Söhbət kommunal infrastrukturdan gedir, söhbət iş yerlərindən gedir, səhiyyə, təhsil və digər məsələlərin işə salınmasından gedir. Bu olduğu təqdirdə böyük qayıdışı çox uğurlu şəkildə həyata keçirə bilirlər bizim müvafiq dövlət qurumları və biz də əldə olan statistik rəqəmlər də bunu deməyə əsas verir ki, bəli, bu günə qədər qarşılıq olmuş məqsədlərə uğurlu şəkildə çatıblar. Amma ki, sırf sahibkarlıq məsələsinə gəldikdə, mən düşünürəm ki, burada dəyərləndirmə məhz sahibkarlıq potensialı olan, yəni bacarıqları olan xanımlar arasında və söhbət tək bir sahibkar xanımdan getmədən, yəni bir sahibkar xanım dediyimiz o əslində sahibkarlıq subyektini formalaşdıra biləcək bir şəxsdir. Yəni söhbət konkret bir şəbəkədən gedir, söhbət konkret bir müəssisədən gedir, o müəssisədə bir neçə insanın çalışmasını nəzərdə tutur və onda belə olduğu təqdirdə biz dəyərləndirməni apararkən nəyə diqqət yetirməliyik? Birincisi, o bacarıqlar nədən ibarətdir ki, yəni sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilsin. O sahibkarlıq fəaliyyətini qurmaq üçün hansı imkanlar var? Söhbət insan resurslarından gedir, maddi imkanlardan gedir, söhbət dövlət tərəfindən göstərilən dəstəkdən gedir, söhbət yerli icra hakimiyyəti orqanlarının bu prosesə verəcəyi töhfədən gedir, söhbət məşğulluq qurumlarının bu prosesdə iştirakından gedir və ən önəmli olan məsələ sahibkarlıq prosesində, yəni söhbət qadın sahibkarlıqdan gedirsə, yəni biz ayrıca olaraq düzdür, bunu elə ümumi olaraq bir sahibkarlıq müstəvisinə aid edə bilərik. Amma mən daha çox bunu fokuslandırmaq istəyirəm ki, qadın sahibkarlıq məsələsində. Çünki qadın sahibkarlıq bir qədər spesifik kimi görsənə bilər. Çünki burada əl işləri və digər məsələlər ola bilər. Ona görə demək üçün, burada ən önəmli olan məsələ o zəncirin qurulmasıdır. Yəni, məhsulun istehsal olunması, yəni sahibkarlıq subyektini konkret olaraq hazırladığı bir məhsul var. O məhsulun hazırlanması və nəticə etibarilə sonra məhsulu bazara çıxarılması. Bax, bu zəncir effektiv şəkildə qurulmalıdır ki, biz nəticə etibarilə, misal üçün deyirəm, hansısa işğaldan azad olmuş rayonda bir qadınlardan ibarət bir tikiş sexi yaratdıq və orada bir müəyyən həcmdə bir vəsait yönəldi və onlar o tikiş sexində çox yaxşı bir tikiş məhsulları hazırladılar. Əgər elə hazırladıkları məhsullar elə onların anbarında qalacaqdırsa, deməli, bu sahibkarlığın heç bir gələcəyi yox. Hal-hazırda bizim əsas problem nədir? Maliyyə çatışmamazlığı, biznes biliklərinin azlığı, yoxsa bazara çıxış və yaxud da ki, ailə tipləri? Burada müxtəlif yanaşmalar var. Yox, müxtəlif yanaşmalar, yəni ümumiyyətlə, hər bir yanaşmanın özünə məxsus bir həyata bir vəsiqəsi var, yəni bu bir mənalı şəkildə. Amma biz ümumilikdə götürürük. Bax, bu sadaladığımız onlar çağırışlardır, müasir dövrün çağırışlarıdır. Və onların da çox uğurlu şəkildə həll olunması üçün çox vacib olan o yanaşmanın bütövlükdə sistemli şəkildə qurulmasıdır ki, həmən o dediyimiz çağırışlara adekvat olsun. Siz hansı sahədə daha yüksək perspektivlər görürsünüz? Deyək ki, bayaq qeyd etdiniz, toxuculuq var, tikiş istiqamətində, müxtəlif xidmət istiqamətlərdə var. Burada deyək ki, agroturizm, kənd təsərrüfatı, qida istehsalı, arıçılıq, toxuculuq, sənətkarlıq və digər turizm xidmət sektoru falan. Daha çox hansı sahədə görürsünüz? Mən dedim ki, qadın sahibkarlığı bir qədər spesifikdir. Misal üçün, bir nümunə deyim də, deyək,
Bakı şəhərində çox geniş şəkildə yayılmış bir neçə şəbəkə var. Gözəllik salonları şəbəkəsidir və xanımlar tərəfindən idarə olunur. İndi gəlin görək, Bakı şəhərində bu fəaliyyəti sərgiləyə biləcək və sərgiləyən həmin o sahibkar xanımlar bu fəaliyyəti işğaldan azad olunmuş ərazilərdə qura bilərlərmi? Yəni onların o dediyimiz o benefisiarları, yəni o saydadımı ki, onlar o fəaliyyəti qura bilsinlər. Deməli, bunlar hamısı bir-birini tamamlayacaq məsələlərdir. Deməli, elə bir sahələr olmalıdır ki, konkret olaraq, misal üçün, hər bir rayonu, mən dəqiqliklə deyim sizə, məşğulluq strategiyası həyata keçirilməkdədir. Yəni, hər bir rayonun özünün məxsusluğu üzə çıxarılır bizim aidiyyəti dövlət qurumları tərəfindən. Misal üçün, hər rayon konkret bir sahənin sürədə inkişafından zamanında tanınıblar. İndi bu sahəni də inkişaf etdirir. Məsələn, kənd təsərrüfatının ayrı-ayrı qollarını biz görürük. Sonra meşə təsərrüfatı ilə Çinarlar məskəni deyilən bir bizim rayon var idi. Sonra balıqçılıq, məsəl üçün bəzi rayonlar var, Laçındır, Qubadlıdır, Əkəri çayı falan, orada balıqçılıq. Amma bu nə dərəcədə qadın sahibkarlıqla bağlıdır? Biz qadın sahibkarlığı dedikdə daha çox biz iki spektra diqqət yetiririk. Bir xidmət sahəsinə diqqət yetiririk, bir də istehsal olunan hansısa məhsulların, yəni bazara çıxarılması. Misal üçün, biz Şəkidə olanda orada bir məşhur bir muzey var. Muzeyin deməli emalatxanasına getdik. Emalatxanasında gördük ki, xanımlar oturublar. O cürbəcür belə dulusçuluq deməli alətləri vasitəsilə həmən müxtəlif o şəkillər çəkməklə məsələn kasalar hazırlayırlar, nə bilim nə o ornamentləri, yəni o şəkiyə məxsus olan ornamentləri deməli həmin o kasalara, stəkanlara, qablara köçürməklə onun satışını təşkil edirlər. Yəni bu məsəl üçün konkret olaraq bir emalatxanalar fəaliyyət göstərir. Yəni bir neçə. Yəni o çoxsunda da xanımları biz gördük. Yəni və ya tutaq ki, o məşhur şey var, Kəlağayı məsəl üçün istehsalı ilə məşğul olunlar. Orada da yenə elə düzdür, ustalar orada biz daha çox kişiləri gördük. O mühür vuran ustalar var idi, yəni naxışları vuran. Amma bütövlükdə yenə də o Kəlağayıdır və digər məsələlər burada daha çox xanımların biz fəallığını görmüş oluruq. Və amma indi görək işğaldan azad olmuş ərazilərdə sırf qadın sahibkarlığının inkişaf etdirilməsi üçün birincisi nə kimi keçmiş ənənələr var, bu dəyərləndirilməlidir. Həmin ənənələri biz orada yenidən yaşada bilirikmi? Yəni ora qayıdan şəxslər arasında həmin ənənələri uyğun olaraq öz sahibkarlıq fəaliyyətini qurmaq iqtidarında olan xanımlar varmı? Əgər varsa, deməli biz onların potensialını dəyərləndirməliyik, bilik və bacarıqlarını dəyərləndirməliyik və bu işi qurmaqdan ötürü hansı dəstəklər lazımdır, hansı resurslar lazımdır, biz onu dəyərləndirməliyik. Ondan sonra da artıq o baxış formalaşdıqda, o deyək də, o business vision deyək, formalaşdıqdan sonra konkret olaraq deyək, o sahədə deyək biz qadın sahibkarlığını inkişaf etdirə bilərik. Bu ayrı-ayrı segmentlər üzrə götürdükdə, amma bütövlükdə mən dediyim daha çox konseptualdır və daha çox belə deyək, ümumi bir yanaşmanın və bir siyasətin bir tərkib hissəsidir. Azər müəllim, çox sağ olun maraqlı fikirlərinizə görə. Reyhanə xanım, doğrudan da Azər müəllimin gözəl təklifləri oldu. Mən düşünürəm ki, gələcək layihələrdə həmin təklifləri siz diqqətdə saxlaya bilərsiniz. Sizə belə bir sual verəcəm. Qarabağın qayıdış prosesində qadınların öz bizneslərini qurması regionda uzun müddətli yaşamağa təsir edə bilərmi? Çox maraqlı sualdır və düşünürəm ki, bu qayıdış prosesində qadın sahibkarlığın rolu həqiqətən də regionda dayanıqlı iqtisadiyyatı və məşğulluğun yaradılması üçün böyük bir rol oynaya bilər. Qaldı ki, regionda söhbət təbii ki, işğaldan azad olmuş bölgələrdən gedir. Qadın sahibkarlığının inkişafı üçün hansı addımlar atılmalıdır, hansı potensiallar var, o araşdırılmalıdır, hansı formada dövlət və qeyri-hökumət vətəndaş cəmiyyəti tərəfindən ola bilər, dəstək verilə bilər. Bu imkanlar araşdırılmalıdır. Azər müəllimin qeyd elədiyi kimi də bölgəsəl Ağdamda mən bildiyim qədərilə xalçaçılıq daha çox ənənəvi olaraq işğaldan əvvəlki dövrdə məşğul olub, yəni Ağdam xalçaları bütün dünyada məşhur olub. Zəngilanda xüsusilə aqroturizmdir, kənd təsərrüfatıdır, bu yöndə xüsusi potensiallar var. Şuşanın öz qədim belə ənənəsi var. Doğrudur, müxtəlif orada ipəkçilik, sonra müxtəlif xidmət sahəsində
əvvəllər ənənələr mövcud olub, hansı ki, bugünkü günü həmin ənənələri dirçəltmək olar, yenidən işə salmaq olar, köhnə təcrübədən yararlanmaqla. Bəli. Qaldı ki, qadın sahibkarlığın inkişafı üçün müxtəlif dəstək alətləri ola bilər. Bugünkü gün ölkəmizdə ölkə rəhbərliyinin xüsusi diqqətindədir qadınların həm ictimai fəaliyyətin gücləndirilməsi, o cümlədən sahibkarlıq fəaliyyətində inkişafı və hal-hazırda məndə olan statistikaya görə Azərbaycanda sahibkarlıq fəaliyyətinin təxmini 22-25% qadınlara məxsusdur və mən düşünürəm ki, bu rəqəmlər işğaldan azad olmuş ərazilərdə də bu rəqəmləri əldə etmək olar. Təbii ki, hal-hazırda köç prosesidir, infrastruktur tam olaraq formalaşmayıb, ümumiyyətlə müəssisələrin açılmasıdır. Bunlar 1 ilin, 2 ilin işi deyil. Bunun üçün 10 illiklər lazımdır. Amma qadın sahibkarlığın inkişafı üçün addımlar düşünürəm ki, atılır və bu addımlar daha da dəstək daha da çox ola bilər. Müxtəlif dövlət proqramlarıdır ki, iqtisadi proqramlarda hər zaman qadınlarla bağlı xüsusi bəndlər olur. İndi o dövlət proqramlarının mən adını hal-hazırda qeyd edə bilmirəm və düşünürəm ki, iqtisadi proqramlarda da işğaldan azad olmuş ərazilərdə qadın sahibkarlığının inkişafı xüsusi qeyd olunur. Müxtəlif qrant proqramlarıdır. Banklarda kreditlərin verilməsi zamanı müxtəlif banklar qadınlara xüsusi güzəştli faizlər tətbiq eləyir. Mən bildiyim qədərlə ad çəkmək istəmirəm. Məsələn, güc qadınlardadır, mən özümün də qarşıma çıxıb, belə bir dəstək alətləri var. Mentorluq proqramları var, belə vətəndaş cəmiyyəti tərəfindən müxtəlif layihələr çərçivəsində qadınlara dəstəklə bağlı mentorluq proqramları olur. Müxtəlif təlimlərin həyata keçirilməsi. Bəzən bir ideya yaranır, amma hansısa bir qadında o potensial var, amma o işə haradan başlamalıdır? Məsələn, adi götürək, Zəngilanda bir qadın öz istehlakı üçün bir kompot, belə deyək, elementar götürək sadə, bunu istehsal edir, amma bir ağlına gəlir ki, bunu sayını çoxaltmaqla sata da bilər, amma bilmir ki, haradan başlamalıdır, markalaşma prosesi necə olmalıdır, onun üçün bazarı harada tapmalıdır, marketinq prosesi necə getməlidir. Düşünürəm ki, burada təlimlərin böyük rolu ola bilər. Bəli, bu yerdə belə bir sualdan yaranır, Azər müəllimə ünvanlayacağım o sualı. Evdən işləyərək gəlir qazanan qadınlar gələcəkdə öz bizneslərini formalaşdıra bilərlərmi? Yəni, burada onlayn rəqəmsal xidmətdən gedir mövzu. Məsələ bundadır ki, indi bu rəqəmsal transformasiya dövrü kifayət qədər sürətlə gedir və tamamilə yeni məhsullar bizim ixtiyarımıza verir. Söhbət rəqəmsal məhsullardan gedir. Məsələn, süni intellektin kifayət qədər geniş imkanları artıq formalaşmaqdadır və bugün faktiki olaraq distant qaydada müxtəlif sahələrdə xidmət göstərən şəxslərin sayı sürətlə artır. Və burada da əsas alət həmən o rəqəmsal yəni rəqəmsal xidmət bu imkanı yarada bilərmi? Rəqəmsal mühit istər-istəməz bu imkanı formalaşdırır. Sadəcə olaraq, misal üçün, indi bizim xanımlar arasında mən bilirəm ki, misal üçün, mühasibatlıq xidməti göstərən insanlar distant qaydada bunu çox rahat şəkildə həyata keçirirlər. Sonra müxtəlif maliyyə sənədlərinin hazırlanmasında biz, misal üçün, distant qaydada biz bunu çox görürük. Hətta indi bu son zamanlar mənim daha çox diqqətimi çəkən nə olur? Bu müxtəlif audio və video məhsullar hazırlanır. Yəni, belə deyək, atkırtkalar, təbriklər və s. və bunu çox rahat şəkildə 1-2 dəqiqə, 3 dəqiqə ərzində artıq bunu bir konveyer üsuluna çevirən insanlar da var. Çox özü cüzi simvolik, elə də böyük məbləğ deyil də, yəni aşağı-yuxarı. Gün ərzində birdən-birə bir neçə sifarişi Instagram üzərindən öz işlərini təqdim eləməklə şəxslər çox rahat şəkildə istədiyi məhsulu seçib sifariş eləyə bilir, çox cüzi ödəniş eləməklə. Bu hamısı necə baş verir? Həmən o rəqəmsal texnologiyaların yaratdığı imkanlar sayəsində. Və bu da bir elementdir. Misal üçün, indi düzdür, biz rəqəmsal texnologiyaların əgər biz müxtəlif imkanlarına diqqət etsin, düzdür, bəzi hallarda elə sahələr var ki, orada mütləqdir ki, siz offline rejimdə olasınız. Misal üçün də deyim də, həmən o xidmət sahəsində olan xanımlar. İndi düzdür, müxtəlif o blogerlər və bu kimi platformalardan istifadə etməklə
Misal üçün, yemək pişirilməsini təbliğ edirlər, müxtəlif xidmətlər göstərirlər. Hətta ev şəraitində hazırlanan şirniyyəti belə Instagram üzərindən və ya digər platformalar üzərindən satışa çıxardan xanımlarımız da var və kifayət qədər də geniş bir çevrəni formalaşdırır. Bunun üçün nə dükan lazımdır, bunun üçün nə satış yeri lazımdır. Hər şey rəqəmsaldır. Yəni, sadəcə olaraq son məhsul hazırlanır, əyani olaraq satışa çıxarılır. Və belə olduğu təqdirdə biz nə görürük? Görürük ki, o ingilislərdə bir məşhur söz vardır, flexible sözü, yəni daha belə çevik bir mexanizm qurmaq mümkündür. Sadəcə olaraq baxır, sizin ideyanız hansı sahə ilə bağlıdır və o sahədə siz özünüzü necə görürsünüz. Misal üçün, dizayn proqramları var və bugün insanlar kompüterin arxasında oturaraq dizayn sifarişlərini alırlar. Əvvəllər yadınızdadırsa bir 5 il, 10 il, 15 il bundan qabaq hansısa bir evin dizayn olunması yəni kifayət qədər böyük bir 4 rəqəmli bir məbləğ hesabına başa gəlirdi, düzdürmü? Bəli. İndi sizin bir balaca texnoloji bilikləriniz yetərlidir ki, siz onu özünüz üçün istədiyiniz platforma üzərinə çox rahat şəkildə heç bir məsrəf etmədən istədiyiniz dizaynda nəyisə formalaşdırasınız. Və onun da üzərində xidmət göstərən insanlar var. Misal üçün, bu moda sənayesində də biz bunu çox geniş şəkildə görürük. Özdə xüsusilə də dediyim kimi, əgər əvvəl bütün o proses bir nəfər kreativ insanın ətrafında qurulursa, indi dediyimiz o kreativ insan süni intellektdir. Yəni, süni intellekt bugün milyonlarla kreativ insanın ideyasını sintez edib, kompilyar şəkildə siz istədiyiniz formada, sadəcə olaraq önəmli olan siz nə istəyirsinizsə onu dəqiq bildirməlisiniz. Yəni, o süni intellekt sizə onu yaradıb verir. Və bu nə deməkdir? Bu deməkdir ki, bəli, siz çox rahat şəkildə bugün əgər müəyyən bacarıqlarınız varsa, yaradıcı bacarıqlarınız varsa, həmin o alətlərdən istifadə edin, çox rahat şəkildə onu marketinqində həyata keçirməklə bir qədər əvvəl Reyhanə xanım qeyd elədi o marketinq məsələlər. Bugün artıq hər şey rəqəmsal. Yəni, o təlimlər də rəqəmsal keçirilir, həmin o marketinq, o məhsulların çıxarılması, hətta mənim yadıma düşür ki, bəzi platformalar var. Onlar sizə ilkin o başlanğıc kapitalını da verir. Yəni, şərti olaraq da, deyək, o rəqəmsal pullar hesabına da, bitcoinlər və digər şey. O ilkin kapital da verir və siz ilkin kapitalı böyütdükcə, onlar təbii ki, öz faizlərini sonra götürürlər. Nəticə etibarilə böyük bir biznesin bir başlanğıcını bir uğurlu şəkildə bir həyata keçirildiyini biz görürük. Yəni, hətta bu da var. Mənim yadıma düşür ki, müxtəlif o maliyyə bazarları ilə əlaqəli olan insanlar onu yaxşı bilirlər. Xüsusilə də o birjalarda təmsil olmaq istəyən insanlara ilkin kapital həmin o rəqəmsal platformalar üzərindən təqdim olunur. Və o uğurlu olarsa, həmin platforma qazanır, həmin şəxsin öz qazanır. Uğurlu olmadıqda platformada o risk faktoru nəzərə alınır. Amma böyük əksəriyyət deyək, qazandıqdan sonra ilkin mərhələdə o qoyduğu məsrəfləri həmən o platformalar götürürlər nəticə etibarilə. Azər müəllim, deyək ki, bu layihənin sonunda biz yeni 100 sahibkar qadın yaratdıq desək, bu bir uğurlu rəqəm kimi qəbul oluna bilərmi, uğurlu göstərici kimi qarşılana bilərmi, yoxsa ki, əsas göstərici həmin qadınların gələcəkdə öz bizneslərinin qurması və neçə iş yerini yaratmasıdır? O baxır layihənin məqsəd və vəzifələrindən. Yəni, elə bir layihə var ki, konkret olaraq, o sırf maarifləndirmə xarakterlidir. Məsəl üçün, elə layihə var ki, o layihə çərçivəsində siz konkret hədəf qoyursunuz ki, bu ki, layihənin sonunda deyə filan sayda biz insan hazırlamaq. Misal üçün, mən zamanında Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin bir layihəsinin rəhbəri idim. Orada sosial layihələr çərçivəsində bir 7 layihə var idi. O layihənin birinin rəhbəri mən idim. 7 idi ya 9 idi, yadımdan çıxıb. 2019-cu ili danışıram, 2019-2020-ci illəri. Deməli, o layihənin mahiyyəti nədən ibarət idi? Bir neçə istiqamət üzrə biz kadr hazırlayırdıq. Əsasında məcburi köçkünlər arasından. Yəni, onların arasında var idi, deməli, mühasibatlıq uçot üzrə, yəni mühasiblərin hazırlanması. Sonra var idi kompüter istifadəçilərin hazırlanması. Kompüter mütəxəssisləri, belə gedirdi, indeks üzrə. Bir də üçüncü ixtisas, bu gözəllik salonları üçün vizaj, məsələn, bu sahə üzrə. Deməli, hər istiqamət üzrə biz təqribi müəyyənləşdirmişdik ki, 15 şəxs hazırlayırıq, yəni ortalama 45, yəni layihə bitdikdən sonra 45 nəfər, burada artıq sertifikatlı
bir mütəxəssis olaraq əmək bazarına daxil olmalıdır. 45 nəfər. Və bu təbii ki, dövlət qurumlarının birbaşa olaraq tənzimlənirdi. Dövlət Məşğulluq Agentliyi də var idi bu prosesin içində. Bu da Qaçqın Məcbur Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi də var idi. Bir neçə icra hakimiyyəti orqanları da cəlb olunmuşdu bu prosesə və nəticə etibarilə biz layihə bitdikdən sonra 45 nəfər bir tərəfdən mütəxəssis hazırladıq və hədəf götürmüşdük ki, onun 30%-ni işlə təmin edək. Bax, bu bizim hədəflər idi. Yəni, əgər o hədəfi olmasaydı, layihə natamam gəlirdi də bizim üçün. Və Heydər Əliyev Fondunun da gözləntisi ondan ibarət idi ki, bu 30% işlə təmin olunsun. Və nəticə etibarilə biz 15 nəfər işlə təmin edə bildik. Onların 4-5-i oldu, vizajist olaraq işə başladılar gözəllik salonunda. 4-5-i təqribən mühasib kimi fəaliyyətə başladılar, yerdə qalanlar da kompüter mütəxəssisi kimi. Amma belə deyək də, bizim hədəf 45 şəxsi hazırlayıb əmək bazarına vermək, onun içindən 15 nəfəri işlə təmin eləmək idi. Təbii ki, yerdə qalan 30-u da sonraki mərhələlərdə təbii işlə təmin olunur. Çünki artıq burada sertifikatla təsdiq olunmuş bir bilikləri var idi. Özdə o proses sırf götürülürdü Dövlət Məşğulluq Agentliyinin bazası üzərində. Yəni, peşə hazırlığı kursları onların təlim-tədris modulları üzrə keçirir. Yəni, bu öz fəaliyyət deyildi də. Yəni, birbaşa olaraq dövlətin onunla bağlı strateji bir kursu var idi. Və bu uğurlu bir layihə oldu. Layihənin hədəfləri buydu. Ola bilər ki, Reyhanə xanımın layihəsində o elə bir hədəf götürməyiblər. Amma elə mövzunun özünü gündəmdə saxlamaq, onun ətrafında maarifləndirmə işləri həyata keçirmək, bəlkə də ola bilsin ki, gələcəkdə qadın sahibkarlıqla məşğul olmaq istəyən insanlar arasında müəyyən bir məlumatlandırma kampaniyasının həyata keçirilməsi nəzərdə tutulursa, bu da layihənin hədəfləridir və nəticə etibarilə də burada böyük gözlənti ondan ibarət ki, layihə bitdikdən sonra artıq qadın sahibkarlıq sahəsində fəaliyyət göstərmək istəyən qadınların sayında artım olsun və onlar hansısa bir formada öz ideyalarını reallaşdırsın. Amma bizim layihədə konkret hədəflər var idi, indikatorlar qoyulmuşdu. Azər müəllim, əslində davamlı elmi sosial inkişaf ictimai birliyinin əsas hədəflərindən biri də bayaq vurğuladım, Şamaxı, Zəngilan və Ağdamda qadın sahibkarlarının inkişafına dəstək verməkdir. Reyhanə xanım, əslində Ağdam, Zəngilan və Şamaxı bir-birindən fərqli iqtisadi imkanları olan rayonlardır. Sizcə bu rayonlarda ayrıca qadın sahibkarlığı xəritəsi hazırlamaq olarmı, mümkündürmü? Təşəkkür edirəm Könül xanım sual üçün. Layihənin verilişin girişində də qeyd etdik ki, layihənin məqsədi, bir daha vurğulamaq istəyirəm ki, bizim layihənin əsas məqsədi Zəngilan, Ağdam və Şamaxıda minimum hər rayonda 30 qadının, xanımın iştirakı ilə təlimlərin həyata keçirilməsidir. Hansı ki, bu təlimlərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan və yaxud da məşğul olmaq niyyətində olan xanımların sahibkarlıq fəaliyyəti üçün lazım olan təlimlərlə burada həm maliyyə bilikləridir, həm marketinq bilikləridir, ümumi biliklərdir, onların maarifləndirilməsidir. Təbii ki, layihənin həm büdcəsi kiçik olduğu üçün, həm təəssüf ki, icra müddəti az olduğu üçün biz bu dəfə böyük bir hədəflər qoya bilmirik. Amma düşünürəm ki, bu bizim verdiyimiz maarifləndirici məlumatlardır, təlimlərdir. O da müəyyən qədər rol oynayacaq. Qaldı ki, sualınıza, bəli, təbii ki, həm Şamaxı, Ağdam və Zəngilan hər biri müxtəlif regionlardır və burada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün həm imkanlar, həm resurslar, həm də ənənələr fərqlidir. Məsələn, Şamaxıda üzümçülük, kənd təsərrüfatından söhbət gedirsə, Şamaxıda üzümçülük fəaliyyəti ilə məşğul olmaq kənd təsərrüfatında, Zəngilanda maldarlıq, agroturizmlə məşğul olmaq daha uyğundur, belə ümumi yanaşma etsək. Amma məlumdur ki, işğaldan azad olmuş ərazilərdə 30 il yaşayış olmur, işğal altında olur və orada bugünkü gün aktiv sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün sosial həm də infrastruktur imkanları Şamaxı ilə müqayisədə geri qalır. Şamaxı kimi sırf məskunlaşmış regionda xidmət sahəsində uğurlu olmaq daha realdır. Nəinki bugün Zəngilanda hansı bir xanım tərəfindən gözəllik salonunu və yaxud da restoran və hansı bir xidmət sferasını açıb uğur qazanmaq müəyyən risklərlə üzləşə bilər.
Ona görə mütləq sahəvi imkanlar nəzərə alınmalıdır. Belə bir sözün düzü bu layihə çərçivəsində belə bir məqsəd qarşıya qoyulmayıb, amma növbəti layihələrdə bu layihənin davamı kimi və qeyd edeyim ki, bizim əvvəlki layihələr də sahibkarlıq fəaliyyətini əhatə edib, qadın sahibkarlığa dəstək fonunda layihələr icra olunur. Bu layihənin davamı kimi belə bir məqsəd qarşıya qoyula bilər. Sahəvi imkanlar araşdırılır, müəyyən bir region üzrə xəritələr yaradıla bilər ki, bu zonada qadın sahibkarlığını inkişaf elətdirmək üçün bu addımlar lazımdır. Amma işğaldan azad olunmuş ərazilərdə artıq mütləq ki, xüsusi yanaşma olmalıdır, dediyim kimi, həm müəyyən bizdən asılı olmayan məsələlərə görə. Çox sağ olun Reyhanə xanım, fikirlərinizə görə. Azər müəllim, qadın sahibkarlığı Qarabağın iqtisadi dirçəlişinin mühərriklərindən biri sayıla bilər. Fikri sizcə nə dərəcədə realdır? Bir qədər əvvəl burada bəzi statistik rəqəmlər dilə gətirildi və xüsusilə də ümumi respublika üzrə qadın sahibkarlığın faiz nisbəti göstərildi. Yəni 20-22% qeyd elədiniz. Əslində o 22% ilə yüksək rəqəm deyil. Yəni nəzərə alsaq ki, sahibkarlıq fəaliyyəti bugün kifayət qədər geniş spektr əhatə edir və bütün sahələrdə xanımların iştirakı mümkündür. Sadəcə olaraq görülən odur ki, burada daha çox bir selektiv bir yanaşmanı var. Xüsusilə də o müxtəlif xidmət sahələrində və digər aşbazlıqda, misal üçün ola bilər. Sonra müəyyən o incəsənət deməli sahəsində də xanımlar ola bilsin, kifayət qədər fəal olsun, o mənim gətirdiyim nümunələr əsasında. Amma bu hər şey dediyimiz məsələlər asılıdır, konkret olaraq işğaldan azad olunmuş ərazilərdə əhalinin məşğulluğunun təmin olunması ilə bağlı olan strategiyanın tələblərindən. Misal üçün BMT-nin dayanıqlı inkişaf məqsədləri var da, bilirsiniz. Orada layiqli əmək və digər məsələlər. Və orada məqsədlər arasında da eyni zamanda da gender balansının gözlənilməsi elementi var. Çox qabarıq şəkildə özünüz göstərir. Bir çox sahələrdə, təhsildən tutmuş səhiyyədə, tutmuş sosial sahədə və müxtəlif sahələrdə. İndi biz görək nə dərəcədə həmin o dayanıqlı inkişaf məqsədləri ilə uzlaşır, konkret olaraq sahibkarlığın inkişaf strategiyası. İndi burada Zəngilan və Ağdamla da hallandı. Amma mən düşünürəm ki, bəli, kifayət qədər geniş bir spektra biz diqqət yetirdikdə görürük ki, Xankəndidir, Şuşadır, Kəlbəcərdir. Yəni, hər bir rayonun özünə məxsus bir iqtisadi bir mənzərəsi var və o mənzərəyə də uyğun olaraq o sahibkarlıq fəaliyyəti qurulmaqdadır. İndi o sahibkarlıq fəaliyyəti qurulan zaman o nə dərəcədə deyək, o qadın sahibkarlığına uyğun orada bir segmentlər müəyyən olunur, bax bu başqa bir yanaşmadır. Misal üçün, heyvandarlıq barədə danışdınız ki, burada qadınların, qadın sahibkarlığının belə deyək, geniş istifadəsini mən görmürəm. Amma misal üçün, bizim şimal rayonlara diqqət yetirsək, Qubadır, Qusardır, Zaqatala, Balakən, bax, şimal rayonu. Orada bir çox sahələr var ki, orada qadınlar bugün çox fəaldırlar. Məsəl üçün, müxtəlif meyvələrin qurudulması istiqamətində çox populyar olan artıq sahələr var. Misal üçün, hətta bizim marketlərdə siz fikir versəz, o quru meyvələrin çoxsu o qablaşdırılır, sonra bazara çıxarılır. O markalandırma və digər məsələlər həyata keçirildikdən sonra siz fikir versəz, onlar çoxsu həmən bizim o şimal rayonlarında istehsal olunan həmən o məhsullardır. Yəni, bu demək ki, artıq burada yeni bir spektr formalaşıbdır və bu spektrdə də biz qadınların daha çox fəallığını görürük, konkret olaraq da. Və ya, misal üçün, elə, indi siz bir qədər əvvəl qeyd elədiniz, arıçılıq. Misal üçün, arıçılıqda bu sırf arıçılıq sahəsinin qadınlarla bağlı və ya qadın sahibkarlığına bağlılığını mən çox elə görmürəm. Amma, misal üçün, elə bir sahə ola bilər ki, arıçılıqla bağlı. Misal üçün, o pətəklərin hazırlanmasıdır, sonra baldan hazırlanan məhsulların çeşidlənməsidir və onu da yenə bazara çıxar. Burada qadınların iştirakı çox qabarıq şəkildə özünü göstərə bilər. Yəni, bu da arıqçılıqla bağlıdır, amma sonda söhbət yenə yeni bir məhsulun, qida məhsulunun hazırlamasından gedir. Yəni, qida sənayesində, bax, bu fəaliyyəti mən çox görürəm də.
Eyni zamanda misal üçün indi düzdür, bu da belə bir maraqlı bir trenddir ki, daha çox aşbazlığı kişilərin adından bağlayırlar da, amma real olaraq da indi kişi aşbazımız məşhur olan elə də çox deyil, yəni barmağına sayılacaq qədər düzdür. Beynəlxalq yarışlara çıxırlar, qalib olurlar. Amma yenə də bizdə bütövlükdə bizim mətbəximiz qadınların çiyinləri üzərindədir də. Yəni ki, bir trend ola bilər kişi aşbaz, amma real olaraq bütövlükdə mətbəx qadınların çiyini üzərindədir. Mən düşünürəm ki, bax, burada da çox yaxşı bir sintez bir iş qurmaq olar. Misal üçün, çox bəsit bir şey deyim sizə də. İşğaldan azad olmuş ərazilərdə elə bir sahələr yaradıla bilər ki, adicə də bu toxuma məhsullarının hazırlanmasıdır. Azəm bəy, bu yerdə məsələn qadın kooperativlərinin hazırlanması bir çıxış yolu ola bilər. Məsələn 20 qadın birləşib vahid bir marka altında məhsul istifadə istehsal edə bilər. Daha doğrusu, yəni bu daha uyğun bir model ola bilər düşünürəm. Yox, bax indi bax adicə bir heç uzağa getməyək də. İndi mən bizim marketlərdə nə görürük? Bəli. Nə məhsullar deyirlər? Yarım polufabrikat, yarım fabrikat olan məhsullar. O yarım fabrikatların çoxsunu xanımlar hazırlayır. Yəni misal üçün cürbəcür orada un məmulatlarıdır, şirniyyatlardır və digərlər. Bunu çox rahat şəkildə xanımlar elə bizim işğaldan azad olmuş ərazilərdə siz dediyiniz kimi kooperativ şəkildə qurulub nəsə yarada bilərlər. Amma onların hazırladığı məhsulu, yeni dediyim kimi, bazara çıxarılması lazım. Yəni o zəncir orada qurulmalıdır. Yəni sahibkarlıq fəaliyyəti bir zəncirin bir tərkib hissəsi olmalıdır. Yəni siz bayaq çox gözəl sadaladınız. Maliyyə, biznes bacarıqları. Bəli, o bir zəncirdir. Zəncir bunlar hamısı və nəticə etibarilə o sahibkarlıq fəaliyyəti o zəncirin bir halqasıdır. Amma bütövlükdə ona qədər olan bir proses var. Yəni o fəaliyyətin özünün qurulması və ondan irəli gələn ehtiyacların təmin olunması. Məsələn, bir də ki, onların hazırladığı məhsul da müxtəlif cür ola bilər. Rəqəmsaldan başlayaraq un məmulatlarının polufabrikatlarına qədər. Onun bazara çıxarılması məsələsi. Bax, bu zəncir olmalıdır. Bu zəncir olmadığı təqdirdə İstənilən təşəbbüsü, söhbət tək xanımlardan getmir. Ümumiyyətlə, istənilən sahibkarlıq təşəbbüsü burada elə də uğurlu olmaya bilər. Yəni, o zəncir qurulmalıdır. Yəni, misal üçün, siz baxın, heç uzağa niyə gedirsiniz? Biz Bakı şəhərində, küçələrdə, siz də, mən də gəzəndə görürük. Burada bir sex açıldı, 5 aydan sonra bağlandı. Burada bir yer açıldı, 3 aydan sonra bağlandı. Yaxşı, gəldilər, buranı təmir elədilər, qurdular, bir 5-10 min pul qoydular oranın dizaynına, filanına. 6 aydan sonra ora bağlandı. Xeyr ola, niyə bu bağlandı? Yaxşı, bu vəsaiti buraya yatıran insanlar hesablamırdılarmı ki, bunlara hansı təhlükələr gəlir? Yəni, o riskin dəyərləndirilməsi də olmalıdır. Həmin o sahibkarlıq fəaliyyəti qurulan zaman, eyni zamanda da bu həm də işğaldan azad olmuş ərazilər. Yəni, misal üçün, Şamaxıda oturuşmuş bir iqtisadi bir sektor var. Amma bu işğaldan azad olmuş ərazilərdə belə deyil hələ. Orada yeni qurulur bu sahələr. Deməli, orada risk faktoru daha yüksəkdir, nəinki digər rayonlarda. Ona görə bunlar hamısı təbii ki, mütləq nəzərə alınmalıdır. Biz verilişin sonuna gəldik, Azər müəllim. Sonda hər birinizə oxşar eyni bir sualı verəcəm. Qarabağın gələcəyini təsəvvür edəndə qadın sahibkarının obrazını necə görürsünüz? Deyəlim ki, işğaldan azad edilmiş ərazilərdə yaşayan xanımlar bu verilişə baxırlar və mən sahibkar olmaq istəyirəm deyirlər. Nə tövsiyə edərdiniz? Ümumiyyətlə, Qarabağ zonasından da bizim Nativan xanımı unutmayaq ki, elə Qarabağ zonasından çıxıb. Qadının sahibkarlıqla məşğul olması bir qadın gücü deməkdir. Bu, gəlin etiraf edək ki, bugünkü gün güc iqtisadi gücə bağlıdır. Əgər qadın sahibkarlıq fəaliyyəti ilə məşğul olursa, bu həm güclü ailə deməkdir, güclü ailə, güclü cəmiyyət deməkdir və güclü cəmiyyət həm güclü ailə, həm də güclü cəmiyyət güclü insanları yaradır. O baxımdan düzdür, mən tərəfdarıyam ki, qadın ilk növbədə anadır, övladlarına, ailəyə diqqət verməlidir. Amma qadının bir sahibkarlıqla məşğul olması, iqtisadi həm ailəsində, həm cəmiyyətdə iqtisadi dəyər yaratması gözəl bir şeydir. Mən qadınları yalnız həvəsləndirə bilərəm. Kifayət qədər bizim ölkəmizdə uğurlu qadın sahibkarı fəaliyyət göstərir və bunlar da hər biri insanlara motivasiya ola bilər, uğur hekayəsi ola bilər. Ona görə mən çox istəyərdim belə xanımların fəaliyyəti çox işıqlandırılsın. Həmçinin biz də planlaşdırırıq ki, öz təlimimizdə belə bir neçə uğurlu qadın sahibkarlığının hekayəsini işıqlandıraq. Bu, həm sahibkarlıqla məşğul olmaq arzusunda, istəyində olan insanlara böyük bir motivasiya verə bilər.
Çox sağ olun Reyhanə xanım, təşəkkür edirəm. Azər müəllim, siz buyurun fikirlərinizi. İşğaldan azad edilmiş ərazilərdə bu verilişi izləyən xanımlara, sahibkar olmaq istəyən təbii ki, xanımlara nə məsləhət görərdiniz? Mən düşünürəm ki, o xanımlar ilk əvvəl öz ideyalarını necə reallaşdıracaqları barədə düşünməlidirlər. Çünki ideyalar müxtəlif ola bilər, maksimalist ola bilər ideyalar. Amma mütləqdir ki, bu sizin bilik və bacarıqlarınızla, resurslarınızla uyğunlaşdırılsın və gördükdə ki, sizin potensialınız var, ən azından istəyiniz var, biliyiniz var, müəyyən mənada bacarığınız var və siz bunu reallaşdırmaq istəyirsə, bizim dövlət qurumları bununla bağlı çox yaxşı bir strategiya həyata keçirir, özünə məşğulluq proqramı. Çox rahat şəkildə özünə məşğulluq proqramlarına müraciət edə bilərlər. O ideyaları, onlara biznes planının tərtib olunmasından başlayaraq elə həmin o peşə bacarıqlarının artırılması ilə bağlı təlimlər də keçirilir. Hətta müəyyən mənada o paket də göstərilir, onların ixtiyarına verilir dəstək paketi. Misal üçün biri bir biznes qurmaq istəyirsə, məsələn, gözəllik salonu qurmaq istəyirsə, yəni isə tikiş sexi açmaq istəyirsə, o avadanlıq da belə həmin o proqram çərçivəsində dövlət tərəfindən onların ixtiyarına verilir. Sadəcə olaraq ideyanız varsa, ideyanız daha real olmalıdır və belə deyək də fantastikadan çox-çox uzaqda təbii. Amma siz fikirləşməlisiniz ki, müəyyən bir dövrü əhatə edə biləcək bir fəaliyyət qurmaq niyyətindəsiniz və bu da sizə mərhələli şəkildə müəyyən mənada dividendlər gətirəsidir. Yəni o dividendləri düzgün dəyərləndirdikdə siz uğur qazanmış olacaqsınız. Elə. Çox sağ olun, hər birinizə maraqlı həmsöhbət olduğunuza görə təşəkkür edirəm. Belə əziz izləyicilər, bir daha xatırladım ki, verilişimizin qonağı davamlı Elmi Sosial İnkişaf İctimai Birliyinin sədri Reyhanə Hacıyeva və hörmətli millət vəkili Azər Allahverənov idi. Hörmətli qonaqlarımızla birlikdə apardığımız müzakirələr bir daha onu sübut etdi ki, qadın Qarabağın təkcə qayıdan sakini deyil, həm də Qarabağın gələcək iqtisadi həyatını quran sahibkarlardan biridir. Qarabağın dirçəlişi böyük bir quruculuq hekayəsidir. Bu hekayədə qadınların öz işi, öz əməyi, öz biznesi olmalıdır. İnanırıq ki, bu yeni həyatın iqtisadi hekayəsində qadınların imzası xüsusi olacaqdır. Qarabağın gələcəyində qadınların izi təkcə görünən deyil, həm də dəyişdirən bir iz olacaqdır. Sosial-iqtisadi dirçəlişdə qadın izi layihəsi ilə biz istəyirik ki, bu iz daha böyük, daha görünən və daha davamlı olsun. Diqqətinizə görə hər birinizə təşəkkür edirəm. Hələlik Allaha əmanət olun.